Bu klip 3 boş və zibilə atılmış plastik qabın nağılıdır. Bu plastik qabların haralara getməklərin sonucu yer kürənin alın yazısına etkili olacaqdır. Plastik su qabların haralardan baş çıxaracağını bilmək üçün ilk öncə onların haralardan qaynaqlanmalarını tapmalıyıq. Nağlımızın qəhrəmanının nütfəsi burada, yəni arıtım evində bağlanır. Monomerlər polimer zəncirlər şəklində bir-birlərinə bağlanıb biz istədiyimiz qabların plastikini törədirlər. Onları karxanada əridib şəkilləndirmək üçün qalıblara tökürlər. Dəstgahlar plastik qabları şirin suyu ilə doldurub qapağını bağlayıb paketlayır. Kullanmaq üçün sonra bazara daşılınır, alınır, açılır, içilir və əlbəttə rahatcasına zibilə atılınır. Plastik qabımız indi zibil olaraq başına çoxlu oyunlar gələcəkdir. Bir nömrəli qab milyonlarca plastikli qardaşlarına tay, zibil bastırma mərkəzlərinə sürgün olur. Zibillərin hər gün bastırma mərkəzlərinə daşınması bastırma yerlərin genişlənməsinə səbəb olar. Plastiklər başqa zibillerin arasında sıxılıb basılır. Yağış suyu da zibillerin arasından keçərək plastikli zibillerin su içində çözülə bilən biləşiklərinə əmilir. Bunların təhlükəli və səmli olanların bir sırası sızıntı suyu adlı zərərli qarışımı təşkil verir. Zibil sızıntı suyu torpağa və yeraltı sularına sızıb ekosistem və vəhşi həyatının yaşamını məsmum edir. Deməlidir, birinci plastik qabın təciyə olması ən azı 1000 il çəkir. İkinci plastik qabın səfəri əcib və eyni halda qorxuncdur. Onu bir arx suyuna atıblar. Arxın suyundan çaya, çaydan dəniz və okyanusa yol tapır. Neçə ay okyanusda didərgin düşəndən sonra zibillərdən yığılmış böyük bir burulğana sarı çəkilir. Burası Pasifik Okyanusun böyük ləkəsidir. Burada okyanus axınları milyonlarca plastik atığın parçalarını tələyə salır. Bu döngə plastikdən dolmuş dünya dənizlərin 5 döngəsindən biridir. Çirkləndiricilər suyu burada plastikdən dolu bir qara suya dönüşdürürlər. Heyvanların bir sırası o cümlədən dəniz quşu belənci yerlərdə girə düşər. Heyvanlar plastiklərin rənglərinə aldanıb onları yeyirlər. Azlığı olan heyvan yedici plastik əsərində toxluq hiss edib azlıqdan ölür. Beləliklə plastikdən alınmış səmlər bəsin zəncirinə köçürlər. Kiçik balıq plastik parçacıqlarını, mürəkkəb balıq kiçik balığı, ton balığı mürəkkəb balığını yeyir. Ton balığını da biz yeyirik. Zibilə atdığımız plastik indi bizim mədəmizdədir. Hər nə töksən aşına çıxar qaşığına. Plastiklərin çoxu biolojik amillərin vasitəsilə təciyə olunmaz. Bəlkə onlar mikroplastik kiçik parçalara doğranıb milyonlarca il okyanusda didərgin qalarlar. Amma üçüncü plastik qabı iki qardaşının tərsinə bir kamyona mindirilir. Karxanaya aparılır, sıxışdırılır və bir bulut şəklinə salınır. Sanki bu da elə xoşa gələn olmadı. Amma dözməlisiniz. Bulutlar burada xırda parçacıqlara doğranılıb, yuyulunur, əridilir, sonra xam məvadda dönüşdürülür, işlətməli olur. Üçüncü plastik qabı yeni bir aracı olmağa hazırdır. Bir tikə plastik bərdivan olub göydən də baş çıxara bilər.